Zop, Göstəbək, təmsil. Kör bir məxluq olan Göstəbək bir dəfə anasına dedi: "Mən artıq görürəm." Ana bunu yoxlamaq istədi. Balasına ağac qatranının kiçik parçasını verdi. Soruşdu: "Bu nədir?" Göstəbək: "Bu daşdır," dedi. Ana cavab verdi: "Mənim balam, sən nəinki görməni, hətta qoxu bilməni də itirmisən." Bəzən özündən çox razı olanlar söz verirlər, lakin kiçik bir işin öhdəsindən gələ bilmirlər.